Bugün Həzrət Musayevin il dönümüdür. Biz hamımız bugün bura onu xatırlamaq üçün toplaşmışıq. Onun çox böyük arzuları var idi. Təəssüf ki, amansız ölüm ona imkan vermədi. Həzrət bütün doğmalarının, qohumlarının, əzizlərinin qəlbində əbədi yaşayacaqdır. O gündən bir il gəldi, keçdi. Həmin bu səhər idi. Həmin bu səhər idi, o qanlı səhər idi ki, Həzrət mənə zəng vurdu. Yarım saat mənimlə danışdı. Sənin üçün yaman darıxmışam, xala dedi. Dedim, oğlum, qurban olun, bəlkə gələsən bizə. Dedi, xala, zəhmətli mənə halal elə. Mən bilməzdim ki, o halallığı nə üçün istəyir. Sən demə, əbədi ayrılırmış bu dünyadan. Hər şey hazır imiş, Həzrət balamız. Son saatlarını yaşayırmış, sən demə. Sən demə, onun üçünü gözləyirmiş. O dəhşətli nəhs gününü gözləyirmiş. Hansı ki, atam, nənəm, bacım dünyasını dəyişən bir günü. Sanki min illərin ölülərini dindirmişdi. Sanki min illərin ölülərinə qarışmaq üçün bu günü seçmişdi Həzrət. Bir il keçdi. Sanki hər günümüz bir saat, bir saatımız, bir günümüz, bir dəhşətli bir min ilə keçdi, döndü. Heç kimi orada bilmədik. Nə ananı, nə bacıları, heç kimə dəstək ola bilmədik. Çünki dəstək verənimiz yox idi. Çünki Həzrətimiz yox idi. Axı, bizim ən xoş günlərimizdə Həzrət bizə dəstək olurdu. Öz vüqarı ilə, öz böyüklüyü ilə, öz müdrikliyi ilə o bizə dəstək olurdu. Amma bu gün sanki bizim o dəstəyimiz bitdi. Deyirəm, bəlkə qabaqdan payız gəlir, o da payızda uçdu, getdi bizdən. Deyirəm, bəlkə bir yaz səhəri gələcək, Həzrət də o yaz səhərində bizimlə konuşacaq. İstəmirəm yuxularımıza gəlsin. İstəyirəm həyatda bir daha onu görüm. Görüm də əllərini tutum. Deyim, oğul, o dünyada çox dayanma. Çünki səni bu dünyada çox-çox istəyənlər var. Səni bu dünyada görmək istəyənlər var. Kaş ki bu acı bir yuxu olaydı. Kaş ki bir gün oyanıb Həzrətin səsini eşidərdik. Onun boş qalmış yatağında Həzrəti görəydik. Amma əfsuslar olsun ki, heç vaxt xəyallar doğrulmur. Əfsuslar olsun ki, əbədi dünya deyilən bir dəhşətli dünya var. Oradan gələn heç vaxt geri dönmür. Həzrət də o gedənlərdən oldu. Bugün Allah sənə rəhmət eləsin, Həzrət deyirəm. Ruhun şad olsun, evladım deyirəm. Sən ki bu qədər sevildin, bu qədər əzizləndin. Sən ki hər gün bu qədər yad olursan, əbədi olaraq qəlbimizdə yaşayacaqsın, oğul. Çünki bizim də Həzrət adlı bir dünyamız var. Allah o dünyamızı bizim əlimizdən almasın. Allah sadəcə olaraq bizə səbir versin. Əzizim, Həzrət hanı, vüqarım, Həzrət hanı, məclisinə gəlmişik, səbəbkar, Həzrət hanı. Əzizim, həsrət qaldı, doğmalar həsrət qaldı. Təhsil adlı dünyamız Həzrətə həsrət qaldı. Əzizim, Həzrət dağı, yandırdı Həzrət dağı. Bizim Elfir ananı susturdu Həzrət dağı. Muhammedin ve Ali Muhammed. Allahümme affir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyâi minhum vel envat la siyemel merhumel mağfuril ma'lum. Allahümme affir lehu ve iyyana ve bihakkil Fatiha. Allahümme salli ala Muhammedin ve Ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina s-sirâtal mustakim. Sirâtal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu s-samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad.
Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmet eylesin. Allah ailesine, anasına, atasına, bacılarına, doğmalarına sabır versin. Qəbrin onlarda olsun inşallah. Bir zaman başımı dizinə qoyardın, sən sığal çəkərdin, mən uyuyardım. Ləziz yeməklərini yeyib doyardım, kövrək xatirələr düşər yadıma. Səni ant verirəm ana adına, ağlama sən Allah, ağlama ana. Ağlama sən Allah, ağlama ana. Ölüm yaxşılara qıymayaydı kaş, zəhləm gedir onun qurd xislətindən. Bilsəydi ki, kimə aparır qardaş, ölüm də ölərdi xəcalətindən. Öl, həzin oxu, külək, astəs, yerdə həzrətim narahat yatır. Murada çatmamış, kama yetməmiş, arzusu gözündə bir cavan yatır. Buludlar baş alıb harasa gedir, göylər qəzəbindən ağlayır, nədir? Həsrətin qəlbimi pərişan edir. Hardasan, gözləri yolda qalmışam. Qayıt gəl, sənin üçün çox darıxmışam. Ağaclar başıma qoyub ağ papaq, ağ libas geyibdi bu yer, bu torpaq. Sən bir sənə olan məhəbbətə bax, şaxtada, çovğunda, yolda donmuşam. Qayıt gəl, sənin üçün çox darıxmışam. İlahim, cənnət bağına düşdüm. Qulaq asın, qurban olun. Baba, o gözəl ananın dilincə oxuyla babası üçün. Çox olaram zar-ı həzin, əyləşərəm evdə qəmin, boş görərəm onun yeri, boş görərəm onun yeri, yeyərəm, ahı baba, balam yadıma düşdü, cənnət bağına düşdü. Ürəyimi bu qəmbələ, analar çox zəhmət çəkər, gün batanda yeri gələr, balasının yeri gələr. Görsən biri qəmlə dolu, baş ağarır, bala bacılar bu bərəngis olur, qəmli olur. Atam məclisə gələ bilmədi bala, qəmli olur, kəbar olur. Qalanlara mən dinəm ayım, balam yadıma düşdü, ilahi, cənnət bağına düşdü. Nənəsi dərdə düşür. Eşq atalardan, bacalar, eşq balalardan bacalar, oğlun görəndə analar ucalar. Övladı xatir qocalar, dünyada tez o binəvan. Canlar sənə qurban olsun, yayma olsunlar. Aşura günü gəldi, cavan balasın gördü, bədəli doğrar doğrayla. Götürdü o doğradan bədəli doydu yarmaya, əli balam, əli balam. Əli, 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 ay əli, əli. Əli əkbər balam, ay mənim gözəl balam.
üstüne dağlanır. Ay Ali ölmemiş bari geleydim, başına bir dolanırdım ay baba. Ay Kerbelanı görenler, ay Kerbelanı isteyenler, ay Kerbela esretiyle yanan. Getirdi o Əli Əkbərin cənazəsini çəkmələrə, bacıları gəldilər. Bibisi gəldi, bax xalası necə özünü öldürür. Xala bibi nə qədər istəyər, bacı balasın, qardaş balasın. Bunu siz daha da gözəl bilirsiniz. Çünki hər biriniz bir xalasınız, hər biriniz bir bibisiniz, hər biriniz bir anasınız. Qardaşın balasını nə qədər çox istəyirsən. Bacının balasını nə qədər, sənin balandır da. Bibi, xala məhrəmdir də, anadır da, anadır, məhrəmdir. Xanım Zeynəb gəldi, bacılar gəldi, gördülər o toxlanmış bədənin Əli Əkbərin, İmam Hüseynin, o böyük oğlu, o gözəl oğlu Əli Əkbərin cənazəsi. İmam Hüseyin də baxır, əlləri belində, o ürəyinə dağlar dəyən atır, baxır. Elə yana dedi, Əli, qan gəlir yarasından, əbanın arasından. Ay gibiləri, ay bacılar, görün baladı sağır qalır ötümlər arasından. Gözündə qana qurban ayəli, yaralı cana qurban, əlini gəlgə bacın gəldi, danışdır sənə qurban, ay bala, ay bala. Ucanıya ya Hüseyin. Bacılarının dilicə də oxumayacağım. Qardaşlar, ay qardaşlar, yağış yağar qardaşlar, ölsə də babi olsun, hiç ölməsin qardaşlarım, hiç ölməsin qardaşlarım. Ey dəvələr qatar gedər ay qardaş, dəvələr qatar gedər, gecəni yatar gedər. Sən mənim vəfalı qardaşımdın, vəfalı qardaş məyə bacısını atar gedər. Qardaşım tapşırıldın ana torpağa, bu ölüm sinəmə çəkdi dağına. Sən mənim arxamda bənzərdin dağa, elə bir arxamdan uçdu dağına, elə bir arxamdan uçdu dağına. Olardım düşmənin, düşmənin mühtacı qardaş, olsaydı dərdimin dərman. Ay qardaş, ay qardaş. Bacım qardaşıyım, mən öləndə tabutun qardaş çiğnində gəlir. Bacı heç deməz öləndə tabutun balamı çiğnində geçsin. Diyar qardaşımın çiğnində qəbrə geçsin, bacımın arzusudur bu. Razı olmaz, qardaşına yarına daş gəlsin. Xanım Zeynəb də bir bacıydı. İmam Hüseynin, İmam Həsənin Əbəlfəzun bacısı. 7 qardaşın bacısı, amma Suriyədə, Şamda can verəndə bir nəfər o qardaşlardan olmur. Bir nəfər. Suriyədə xanımlar yığışdılar bir yerə, dedilər, Zeynəb artıq vəfat edib Zeynəb. Gedək ona bir qusul verək, onu bir dəfn edək. Gəldilər, gördülər, xanım Zeynəbin əlləri qalıb sinəsində, biləcə can ver. Zeynəbin əlləri çəkənlər, gördülər qardaşının köynəyi basıb rəyin başına. Bilirəm həzrətimdə
Məndən İmam Zamandan istədilər. İmam Zamanın nəzəri olsun bu məclisə. Bir yerdə siz də zümzümə edərsiniz mənimle. Ey gözüm ağlama Mevla gələcək. Qəm yemə Mehdi ola gələcək. Ey gözüm ağlama Mevla gələcək. Qəm yemə Mehdi ola gələcək. Bir yerdə çağıraq. İmam Zaman hamının imamıdır, hamının mövlasıdır. Həzrətin adını bir yerdə çağıraq. Utanmayın, siz də mənlə aham oxuyun. Ağam, 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 Daim görünür. Sübh-i sadıkdan laim görünür. Felati Hazreti daim görünür. Yar-ı mehbubu dinara gelecek. Kabe'den zahir olan mahbub iman vereceği alemin an güyan. İlde tekbir Xuda elde hesam İnqilab etmeye berpa gelecek. Ağam, 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 ses ver uca. Ağam, 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 əlamətdar bir gündür. Bugün İslamda ailə günüdür. Bugün Həzrət Əlinin və xanım Zəhranın toy günüdür, izdivac günüdür. Bilmirəm, bilirdiniz bir mərhumun ilinin bugünə düşməyin, ya bilmirdiniz. Bugün çox xüsusi bir gündür. Çox əlamətdar bir gündür. Bugün Həzrət Əli ilə İmam xanım Zəhranın ailə qurduğu gündür. Sevgi Yusuf və Züleyxada olur. Hem de Mecnun ile Leyla'da İki alemde mühteşem sevdi o da Hazret Ali Zehra'da olur Mevlacan. Allah ailelerimizə bu məhəbbəti versin, bu məhəbbəti qismət eləsin. Bilirəm, ana da bunu bayaq deyirdi mənə. Həzrət Əlinin adını çəkək burada, yuxarıda da oxudum, İmam Əlidən xüsusilə oxudum. Burada da oxuyaq. Bir yerdə Əli bizim canımızdır, Əli bizim eşqimizdir, ürəyimizdir. Əli Mevla Əli, sənə qurban Əli. Əli Mevla Əli, sənə qurban Əli. Əli Mevla Əli, sənə qurban Əli. Əli Mevla Ses verirsen Ali Ali Can Ali 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 Can Ali bir de Ali Ali Can Ali 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 Can Ali sana ben gün demerem her parolandı Ali sana sultan demerem nöker olandı yaraşar Ali ahir hamıya server olandı Ali Mevla Ali sana kurban Ali Ali Mevla Ali
Sənə qurban Əli. Kurban Əli, gülüm gülabə gəlməsin Əli. Toprağa dəyməsin əlisiz, nəkir mülküdə benim, mən ölsəm, sual cavabə gəlməsin əlisiz, Mevla, can əlim etsin Xuda, həmişə sənə rəhmət olun, əhli əyam və sənidir nimət olun. Çok tez saraldı, çok tez saraldı bu hayatta ömrümün günü. Dar fenani eyledin sen rehlet olun. Görüşümüz kıyametedir, ben düzenmem. Görüşümüz kıyametedir. Mən düzəlmərəm rüyada gör üzülür rüyat olur. Pəndi şəmbə qəbrimin üstündə ağlarım. Belə bəy olmaz, bayat. Hər pəndi şəmbə Cuma akşamı qəbrimin üstündən ağlaram qaldım gözəl cəmalına. Həsrət olur, ürək başı dumandır. Ürək başı dumandır, dillənmir ama koyunca mən balamandır. Axı onun ölümü yamandır. Mevla can Ali can. Eğer durnalar qaydanda xəzan bağında bir tumurcuq göyərəcəksə, eğer durnalar qaydanda qəm evindən göz silinəcəksə, eğer durnalar qaydanda bir səs geri dönəcəksə, gözlə durna qatarına, gözlə saçına dən düşənəcəm, gözlə ömrün günün bitənəcəm, gözlə ölənəcəm. Bil ki, durna qatarının qəmli yolcusu var. Bil ki, durna qatarının nakam köçən ruhları var. Bil ki, durna qatarının yaman ağır yolları var. Ola bilməz ki, səslər sahibini tapmasın. Ola bilməz ki, ruhlar nə vaxtsa şad olmasın. Ola bilməz ki, durnalar qayıtmasın. Hey, yaddaşına bel bağlayan ayır insanım, öləzimiş gözlərinin tozunu sil, qurumlanmış qulağının yolunu sil, qırışmış yaddaşına lay de, bir əsr keçsə belə, bir xatirə boğçasından Həzrətin taleyini nəticənə, kötücənə nəql edə. Səsini, savadını, gördüyü nəcib işlərini bu dünyada əmanət qoyub gedən, əllərini ürəklə yanlara açıb, dünyanın özünə belə meydan oxuyan, savadı, səsinin sədası, vətənin bu başından o başına çatan, vaxtsız, 23 yaşında ölümü, daşları belə yandırıb sızladan, təhsilimizin, səmamızın nakam bir tələbəsi Həzrət barədə söhbət açmağı özümüzə borc bildik. Ölümündən müəyyən zaman kəsiyi keçməsinə baxmayaraq, hələ də çoxları Həzrətin sağ olduğunu zənn edirlər. Əslində isə Həzrət aramızda yoxdur. Bu dünyada ondan qalansa səsi, bir də doğmalarının, dostlarının bizə söylədiyi xoş xatirələrdir. Ümidini üzmə, anam. Günlərin birində gün batana gedən qatar
gün çıxana yol açacaq. Günlərin birində xeyir şərin əməlini tikə-tikə doğrayacaq. Günlərin birində vallah durnalar qaydacaq. Və o durnalar bizə mütləq həzrəti qaytaracaq. Təhsilimizin erkən solan həzrətini. Günlər var ki, dəyər ilə, ölüm sözü gəlmir dilə. Məni qoyub getmə belə, sənsiz ömrüm yaman oldu. Üzüb dünyadan əlini, görmədin vüsal dəmini, unudub öz dərd qəmini, bizim üçün yanan oğul. Əyilməyən vüqarımız, sevda dolu dövranımız, bütün arzu muradımız talan oldu, talan oğul. Talan oldu, talan oğul. Bülbül, həzin oxu, külək, asta-əs, yerdə həzrətim narahat yatır. Murada çatmamış, kama yetməmiş, arzusu gözündə bir cavan yatır. Bülbül, həzin oxu, külək, asta-əs, yerdə həzrətim narahat yatır. Murada çatmamış, kama yetməmiş, arzusu gözündə bir cavan yatır.